Herkese salam. Bugünkü videomuzda ne edəcəyik? Keçən səfər yaratdığımız bota beyin əlavə edəcəyik. Beyin əlavə etməkdə məqsədimiz nədir onu izahlayayım. Əvvəlki modelimiz baxın budur. Telegramdan mesajımız gəlir. AI agent'a, süni intellektə gedir. Süni intellekt cavabını yazır, orada nə deyir? Adama göndərir. Məsələn biz yazsaq ki, mən dava xoşlayıram, məsələn adım Vüsaldır. Bu mən hər dəfə göndərdikdə ChatGPT-yə, süni intellektə, o mənim adımı da xatırlamayacaq, nə sevdiyimi də xatırlamayacaq. Bu, yəni buna görə pisdir. Məsələn bizim WhatsApp-da, Instagram-da və ya Telegram-da bir müştərimiz olur. Bu adam nəyi sevir, tutalım ki, bu adam sevir dolmanı və yaxud da ki bir SMM kursunuzda məsələn bu adam Instagram-da digər adamları manipulyasiya necə etmək olar, bunları sevir və ya da digər şeylər. Bu normaldır. Telegram'a mesaj gəlir və WhatsApp, Instagram fərqi yoxdur. Süni intellekt gəlir mesaj. Bunun hamısı simple memory history və ya da ki başqa toollarla olurlar. Biz simple memory deyəcəyik. Simple memory hamısını beynində saxlayır. Beynində saxlayır nə deməkdir? Məsələn mən yazıram ki, mən dolğanı xoşlayıram, adı Vüsaldır, amma dolma da olsa pis olmaz. Amma dolma duzsuz xoşlayıram mən, duzsuz xoşlayıram. Gələn səfərdə məsələn deyir ki, mən duzsuz dolma sifariş edirəm, dolma istəyirəm. O da qayıt deyəcək, hə bəy siz duzsuz dolma sifariş etmək istəyirsiniz. Beynindən ağar, yadına saxlayır. Biz indi bugün onu əməl edəcəyik. Deməli, nə var? Gəlir burada memoryaya, simple memory var. Bunları da qoşa bilərik. Əslində bunlar o qədər də bizim üçün vacib deyil. Əsas simple memory istifadə edəcəyik. Bunları qoşmaq biraz vaxt alacaq həm də. Simple memory-də istifadə edirik. Deməli, burada connect chat trigger node var. Bunun aşağısı define below deyirik. Biz deməli, burada key verməliyik. Key nə deməkdir? Biz elə bil ki, adamların ID-sini götürməliyik. Hər bir adamın ID-si var. Mən tutalım ki, 5 milyonca adamım tutalım ki, Azərbaycanda 8 milyonca adamım. Süni inteqralda saxlamalıdır ki, daha doğrusu database. 8 milyonca adam doğanı xoşlayır, adı Vüsaldır. Nə vardır? Gətiririk buradan message, keçən dəfə öyrətmişdim sizə. Chat var, bir də from var. From kim tərəfindən göndərildi. Gətiririk, yapışdırırıq bura. Bu qədər sadə. Və burada context window length var, uzunluğu. Məsələn biz bura 20 yazaq. 20 o deməkdir ki, bizim 20-dən mesajımız xatırlayacaq. Siz bunu 50 deyə bilərsiniz, 100 də eləyə bilərsiniz. 50 də eləyə bilərsiniz, 100 də eləyə bilərsiniz. Amma bunu elədikcə tokenları çox yeyir. Məsələn 200 eləsəniz, bu adam hər dəfə o dataları ChatGPT-yə göndərdiyi üçün tokenları orada çox yeyir. Deməli, bunu yapışdırdıq bura. İndi gələk run edək. Run etməmişdən əvvəl AI agent'a gəlirik. Burada sona yazırıq ki, istifadəçini xatırla. Onun adını, sevdiyi məhsulu, yeməyi deyək. Yeməyim. Nə sevirsə ona buna uyğun mesaj yaz. Bu qədər sadədir. Yaddaşa vururuq və run edək. Salam, mənim adım Vüsaldır. Salam, indi təzəmlə run edək. Mənim adım nədir? Gördünüz, yaddaşını saxladı. İndi bu dənə execute veririk. İndi buradan aktiv bıraq. İndi hazırdır. Salam, mənim adım Vüsaldır. Dovğanı çox sevirəm. Sizdə dovğa varmı? Salam Vüsal, bəli, əlbəttə. Bizim dovğamız gündə hazırlanan təzə quru, kələmdən və xəmirli qatıqdan ibarətdir. Gəlib dadına baxmalısan. Sənin dovğa sevgini bilmək çox xoşdur. Başqa necə kömək edə bilərəm? Məsələn, qiymətini promoy demir. Niyə? Çünki manipulyasiya eləmək istəyir adamlara. Deməli, buradan yazaq ki, məsələn, qiymət neçəyədir? Gördüm, 5 manatda yazılır. Tutalım ki, bir gün keçdi, üstünə yazıram. Salam, yemək varmı?
Salam müsahibədə bizdə doğğa, dolma və xəncər kimi dadlar nə var? Azərbaycan yemək mövcuddur. Birinci hansı söz xoş vurğular? Doğğa. Mənim adım gördünüz, mənim adım yazdı burada. Mənim sevdiyim yeməkdən hal-hazırda qalıbmı? Yəni doğğa. Salam Vüsal, bəli, sevdiyi doğğa hazırda qalıb və təzədir. Sən gəlib diqqətli dadına baxa bilərsən. Hər zaman səni gözləyirik. Yəni emoji falan da var gördüyünüz kimi. Bugünkü dərsimiz bu qədər. Ümid edirəm, yəni belə düşdünüz. Yəni burada o qədər yəni bir də proqram çətin bir şey yoxdur. Yəni kontekst burada sadəcə gələnləri Zaytsin from ID yazırıq ki, gələn adam ID'si olur da 1 milyonca adam tutalım ki, Azərbaycanda 10 milyonca adam tutalım ki. 10 milyonca adam bunu deyib, doğğanı deyib, adı Vüsaldı falan filan peşmişəm. Hamısını yaddaş saxlayır, AI agent'a vurur. Bu qədər sadə. Sağ ol, zaman qalın. Digər videoda görüşənədək.